Salamlar, yeni gününüz xeyir olsun. Bugün cümə günüdür, uşaqları məktəbə hazırlayıram. Yeni bir günə oyanmışıq. Qumral üçün sonuncu dərs günüdür, birinci sinif. Sən Sadiqə, baxçı. Ata sən gözləyir. Ana, başlayın bançıq. Yaxşı. Sağ ol bana. Пока, Вану. Uğurlar. Sağ ol. Вот на этот раз. Sən saçı da yığaq. Sən nə istəyirsən? Банчик. Bantik. Типа, выключав машину, мы уезжаем и кричим, можете меня здесь высадить? И Бенчик уже выбрала, а у нас или? Hə, hazırsan? Да. Get sağ ol, uğurlar. İlyas, Мне ты можешь сказать, знаешь? gülümsə. Gülümsə. İlyas. Niyə qaşqa baxırsan? Gülümsə. Oldu, sağ ol. Пока. Sən də. Мама, знаете, классный час. Там девочки будут сценку. Bu gün axırıncı günüzdür. Да. Şeir yaxşı bilsən? Хочешь? Я могу рассказать. Da. Что такое школа? Как тебе ответить? Это то, что... Это то, где ты узнаешь обо всем на свете. О таблице умножения, о глаголах и сложениях, про планеты и моря, то, что круглая земля. Молодец. Я просто чуть-чуть в начале запомнила. Qoloğa qəşəng düzəlt köynəyi o. Özündə sırğan da açıqdı. Mama bağlasın get. Keçən vloqda sizə biskvit göstərmişdim ki, bundan gələn dəfə 2 dənə tort eləyəsiyəm. Həmin biskvitdir. Bir dənə belə göy qurşağı tortu hazırlamışam Qumral üçün. Çox fikirləşdim ki, necə eləyim? Həm maraqlı olsun uşaqlara, görünüşü maraqlı gəlsin, həm də sadə olsun, tez başa gəlsin. Həm də İlyas əlaçı 5 ilə qurtardığı üçün İlyas'a da tort pişirmək istəyirdim. Belə bir tortu bölüb 2 dənə tort elədim. Göy qurşağı tortu. Bir də qalan hissəsini də həmin tortun kremləri ilə bəzədim. Qızıl güllərlə İlyas üçün hazırladım. Uşaqlar gələrlər dərsdən, bunları bir yerdə kəsərik. Mən isə bu tortların hazırlanmasını sizlə bir yerdə qısa şəkildə göstərmək istəyirəm. Maraqlı olanlar üçün həm kremini, həm biskvitini paylaşıram sizlə. 5 yumurta ilə biskvit bişirmək istəyirəm. 24 cm diametrində eləyəsiyəm. Bilirəm 24 cm 5 yumurta az ola bilər, hündür biskvit olmayasıdır. Amma mənim tortumun forması biraz fərqli olduğu üçün mənə o qədər də hündür ehtiyacım yoxdur. Biskvit üçün yumurtanın ağının sarısından ayırmadan keçən vloqlarımda da belə biskvitlə tort, sadə klassik biskvitlə tort göstərmişdim. Yumurtanın ağın sarısından ayırmadan qaba əlavə eləyirəm. 1 çimdik duz atıram. 5 yumurtaya 150 qram şəkər tozu, 150 qram un və salam. Bir də istəsəniz zövqə görə vanil əlavə eləyə bilərsiniz. Baxın, mənim şəkər tozum 250 qramlıq stakandan 1 barmaq və yaxud 1 stakan 200 ml stəkandan 1 stakan. Un amma 1 stakan 250 ml stəkan. Bu olur 150 qram un. Unu əliyib əlavə eləyəsiyəm. Birinci pesuqla yumurtanı qarışdıraq. Baxın, artıq elə qarışıb ki, həm qalınlaşıb, həm həcmi artıb, həm də tamamilə yumurtanın içində əriyib, deməli hazırdır. Bunun içinə unumuzu da ələyirik. Bir istiqamətdə aşağıdan yuxarı onunla yumurtanı qarışdırırıq. Mən belə halqa götürmüşəm. İstədiyiniz tort qabını götürə bilərsiniz. 24 cm qoymuşam. Perqament yağlı kağız olmadığı üçün dibini yağlayıram. Kənarlarını yağlamağa ehtiyac yoxdur. Və 180 dərəcə əvvəldən qızdırılmış sobaya bişməyə verəsiniz. Bunu həmişə havası çıxsın deyə edirik. Bir neçə dəfə vururuq ki, hər tərəfi bərabər ölçüdə qalxsın biskvit bişərkən.
Artıq 40 dəqiqə kimi vaxt keçdi. Biskvitimiz hazırdır. Sobadan götürmüşəm. Qabdan çıxarıb qoyuram, soyusun. Soyandan sonra 2 hissəyə ayırasıyam. Daha doğrusu doğrayasıyam lazım olan formada. Baxın, mənim biskvitim belə alındı. Sizə hündür lazımdırsa, təbii ki, həm yumurtanı, həm şəkər tozunu, həm də unun miqdarını artırmalısınız. Təxminən bir yumurtaya 30 qram şəkər tozu, 30 qram un artırın. Göy qurşağı düzəltmək istəyirəm. Bayaq gördüyünüz formanı torta almaq üçün. Belə fikirləşib gözə yarı ölçülərlə kəsirəm. Qara şokoladdır. Bunun ərizəsiyəm. Bu tortu belə içi boş qalmasın deyə biskviti kəsib, şokolad çəkib təzədən bitişdirəsiyəm. Yəni həm qanaş kimi olsun krem, həm bunun aşmaması üçün, möhkəm qalması üçün, həm altını, həm də arasını şokoladla istifadə edəsiyəm. Krem nə tərə hazırlanır? Həmişə soruşursunuz, mastikanın altına məsələn hansı gedər? Qanaş krem, yəni şokoladla yağ 50-nin 50-yə götürülənir və yaxud qaymaqla qarışdırmaq olar. Biraz yağdan daha az qaymaq duru olduğu üçün mən gözə yarı əlavə elədim. Yəni 50-nin 50-yə, yarının yarıya götürsəz, məsələn 100 qram şokolada 100 qram yağ əlavə eləyib qarışdırırsınız. Bu olur qanaş krem. Bu kremlə tortların üstünü örtə bilərsiniz. Əgər üstünə mastika, vafli kağızı, yəni məsələn printerdən hazır şəkillər, vafli şəkilləri tortun üstünə yerləşdirmək istəyirsinizsə, yaxşı olar ki, qanaş kremlə tortu örtün, qoyun soyuducuda qalsın. Tort krem qurusun, sonra üstünü nətər eləsəz, yəni zefirlə də bəzəyəndə üst üzərinin zefirlə, marshmallow ilə, o birisi yəni istədiyiniz cür bəzəyə bilərsiniz. Qanaş tortu ən səliqəli saxlayan kremdir, qanaş kremi. Bu şokolad fındıqlı şokoladdır deyə belə hamarda ölü fındıqlardır içində, fındıq qırıntıları. Dedim, eybi yox, onsuz da üstünə çəkməyəsiyəm, amma əsas arası lazımdır, bir də altı qaba möhkəmlənsin deyə. Hazırdır. İndi bunu 2 yerə bölüm. Məsələn, mən fikirləşdim ki, bu göy qurşağını başqa biskvit yox, adi keksdən də eləmək olar. Keks qabında bişirmək olardı. Sonra keksi bu şəkildə bişirib bölmək olardı. İstədiyiniz kimi, yəni. Özüm biskvit götürdüm, adi biskvit. Elə bil ki, bu şokolad tortlarda kley rolunu oynayır. Həmişə mən deyirəm ki, məsələn, tortun üstünə nəsə bəzək yapışdırmaq istəsən qalmırsa, şokolad ərit yapışdır. Kley kimi. Şokoladla tortun üzərində işləmək mümkündür. Belə, bu biraz hələ soyuducuda qursa daha da gözəl olar ki, özünü tutsun tortumuz. Bunu mən aşağı hissələrində yapışdırmaq istəyirəm. Şokoladlayıb, qaba yapışdırmaq istəyirəm ki, qurusun, qabda qalsın. Qabı da qoyaram biraz soyuq yerə, şokoladımız bərkisin. Baxın, belə bu şəkildə. Bir də şokolad götürəndə çalışın, keyfiyyətli şokoladdan istifadə eləyin. Yəni, keyfiyyətsiz şokolad dəyəri, kakaosu az olan şokoladlar əriyən zaman çürüyür. Həm çox əridəndə də ehtiyatlı olmaq lazımdır ki, qaynatmaq olmaz əsla şokoladı. Amma belə yüngül yumuşalanda qarışdırırsan, o birinin istisinə yumuşalmayanlar da əriyir. Həmin zamanda şokoladınız çürüyürsə, deməli istifadə edədiyiniz şokoladda da problem. Nə başıma gəlib, bir neçə dəfə bəzi firmaların şokoladını işlətmişəm da, onlardan əsla nə almaram, nə istifadə edəmərəm. Heç bir yolla onları əridə bilmədim. Yumuşalan kimi çürüməyə başladı. Başqa şokolad formasına çıxdı. Mən şantipak götürmüşəm. Şantipak bilirik ki, bitki əsaslı qaymaqdır, əsl qaymaq deyil. Ona görə də o ilə üstünü krem yaxşı tutsun deyə bundan yemək istəyirəm. Bunun yerinə şanti krem götürə bilərsiniz. Yağ, sukşonka götürmək olar istəsəz. Yəni, başqa krem mən sənə deyim, əsl krem qaymaqla mascarpone işlədə bilərsiniz.
Əsl qaymaq məndə var, parmalat. Mən bunu qarışdırıram, bu duru alınır. Son dəfə merenga rulet eləyəndə gördünüz siz, əgər bunu mascarpone pendiri əlavə eləməsəm, bu qatılaşmır. Bu ilə bəzəkdir, qalın krem formasını əldə edə bilmirəm. Ona görə bu günlərim bu qaymaqla bunu qarışdırasıyam. Bəzəmək üçün istədiyiniz kremdən istifadə eləyin, yəni bərk qalan krem. Bu ola bilər əsl qaymaqla mascarpone qarışığı, yağ sukşonka qarışığı, şanti kremi götürə bilərsiniz. Seçim kimi deyir. İçli kremi kəsmişlə sukşonka götürə bilərsiniz. Mən bugün bu ikisini qarışdırıram. Bu ilə bunu. İstifadə elədiyim 7 rəngi var. Göy qurşağın təxmini rənglərdən əlavə eləmişəm. Bənövşəyi, cəhrahi, qırmızı, mavi, yaşıl biraz çox oldu. Bir də sarı. Baxın, istifadə elədiyim rənglər budur. Budur Klubnika rəngi, bu firması. Bu o qədər xoşuma gəlmir, heç deməsəm yaxşıdır bu ikisi. Budur, Amerikalordu, bu yaxşı çıxır rənglərdən, son aldığım. Yaşıl rəng də budur, bu da yaxşıdır. Chef Master. Bir də Topcolor'un bu boyası. Bu da yaxşı boyadır. Xoşum gəlir. Həm istifadəsi rahatdır, həm də yaxşıdır. Bunlardan qarışdıraq görək nə rəng alınır. Tort yaxşı baxın, nə tər möhkəm yapışıqdır. Kleylənddir bura. Rəngləri torbalara doldurdum. Bir dənə də başqa torba götürdüm. Başında belə böyük qızıl gül başlığı keçirtdi. Birinci altdan ağ rəng çəkim torta. İlyas deyir ki, belə qəşəkdir, düzləşdirməmiş. Mən deyirəm, belə yaxşıdır. Mən də belə qərara gəldim ki, İlyas deyən kimi saxlayayım. Bu arxa üzü olar, bu qabaq üzü. Uşaqlarına tərz. Bir də marshmallow zefirləri almışam, o ilə bəzəyim tortumuzun üstün qıraqlarını. Tortlar qəşəkdir. Sən də məktəbi qutaranda sadə pişirəcəm. 1-ci sinifi də qutaranda, 4-cü sinifi də qutaranda, 9-da qutaranda, 11-i də qutaranda, institutda. Yaxşı? Hamısını qutaranda pişirəsin olmasa. Nə? Tort. Nə tort istəyirsən sən? Цветочек. Цветочек. Güllü tort. Да. И Эльзы. Elsa. Только делать фигурки две. Потому что Бабушка Эльза торту. Эльза хочу. И вот такой вот у нас есть. Yine pilav. Bu da fərqli eləmişəm. Altına qabırğa böyük sok qoymuşam. Soğanla üstünə düyü. Rəşidənin pilavından da qubadlı aşı. Amma ondan fərqli olaraq bir dənə kartuşka yoxdur. Kartofa risk eləmədim. Çünki bizdə kartofla aşı qorxdum ki, yeyilməz. Qazmaqsız olar heç. Qazmağı başqa tavaya qoymuşam. Çünki qazmaq sevənik.
Ən çox da Qumranın papası. Bu şəkildə qaba yerləşdirdim. Tərsinə çevirdim ki, altın əti üstünə qalsın. Qara kimi. Kartof düzməmişəm deyə kartof əvəzinə ətimizin üzəri qızarıb. Eybi yox, yağlı tikələri idi. Axşam yeməyini yedik. Mağazadan bir şey alınası idi. Dedim, biraz ondan gedək alaq gələk. Uşaqların heç biri bizlə gəlmək istəmədi ki, evdə oturmaq istəyir. O televizora baxaq. Yəqin dünya axırıdır, uşaqlar bizlə getmədilər. Mağazına. Lentilya? Hayır da gayrı. Ben oraya yaxşıdansın. Deməli, yol üstü qızlar Rəsulun maşınına bir maşın sürtündü keçdi. Bunlar maşını saxlayıb başladılar qızğın söhbətə. Bir də məlum oldu ki, o bir sürücü də Azərbaycanlıymış. Nə ola, hadi sən başdan çəkərdin, maraqlı olardı, amma baxalım. Mən işim odur da. Cəmaat dinlə həqiqətən. Lazanya beləsi də var. Birinci makaron riyadına sırasına çeşdim. Lazanyanı sizə göstərirəm. Çünki lazanya yeməyi bişirmək istəyirəm. Yaxın günlərdə paylaşasıyam. Bir iki makaron vermişir götürdüm ev üçün. Havalar isinib, piknik mövsümü başlayıb. Baxın, belə tərəvəzdir, soğandır, pomidor doğranmış, hazır şəkildə duzlanıb, istiyotlanmış, marinadlanmış ətlərdir. Belə bağırsaq doldurması, çabablar hazır satırlar ki, piknik getmək istəyən də rahat alıb, aparsın, tez pişirsin birbaşa. Hazır sok doğranmış. Bu da nümunəsi. Koydular. Evə kartof, soğan lazım idi, pomidor, xiyar, markov, yerçöçü, çuğundur, belə kələm, həmişəki şeylərdən aldıq. Bir göyərtini sizə göstərirəm. Burada qiymətlər bazarlara nisbətən baha olur. Keyfiyyət də aşağı olur, yəni əti zəif olur. Ona görə hər deyən mağazadan göyərti almıram. Alsam, vacib hallarda petruşka, yəni cəfəri alarım, bir də rukola alıram. Keçən vlogda sizə göstərmişdim səhər yeməyində hansı ki. Şpinat. Mən gəlmirəm, əvəzində mən bunlardan alarsan. Ən istədikləri şeydir bu, marshmallowları, zəfirləri. Bunlardan mən də 2 tane götürdüm meymişlara. Yox, hələ şampun lazımdır. Aşağı düşər. Tort satılan yerlər, kafe eləyikdilər. Oradan ev sev istəyir Rəsul. Mən istəməm, amma o istəyir. Nasıl Allah diye, очень подтвержденных лолов или подтвержденных. Parmesli şotkası istəyir. Biraz maraqlısını axtarıram ki, sevinsin, baxıb. Böyle bir şey var, üstündə qız şəkli var. Colgate. Prostoy görünürlər, amma çox keyfiyyətli.
Beləsini aldım mən də, qapaqlısın. Doğuşa. Mağazada çox çəkmədim, çünki tələsirdik, gecə idi axşam. Ən çox aldığım şeylər mağazada nə oldu? Ağartı növləri, pendirlər, plavlyanlı, belə krem pendir, mazdan pendiri, ricotta, italyan pendiri, sonra duzlu pendir, hamısı hərəsindən biraz götürmüşəm. Səhər yeməklərində ümumiyyətlə ən çox sevdiyim ağartı olduğu üçün həmişə mağazadan aldığımız kəsmikdir, tvorog, pendir, smetandır, belə şeylərdir. Mozzarella bir dənə götürdüm. Bu da duzlu, duza baxar pendirdir. Üstünə yazılıb ki, palma yağsız. Əsasına fikir verirəm. Bir də smetan səhərlər yeyir uşaqlar ən çox. Bu da aldığım kalbasa sosislərdir. Həmişə lentadan Ekolun sosiskasını və kalbasasını götürürəm. Bunu uşaqlardan çox özüm istəyirəm. Bilirəm zərərli olsa belə hərdən yenə alırıq evdə durur. Yəni deyirsiniz ki, uşaqlara ziyandır. Əlbəttə ziyandır. Onlar heç o qədər də yemirlər. Mənə qədər. Səhər yeməyinə yağ götürdüm. Son vaxtlar bundan alırıq. Yaxşı çıxır dadı. Yəni sizə də göstərirəm. Alışveriş vlogları istəyənlər üçün, işlətdiyimiz şeyləri görmək istəyənlər üçün. Uşaqlara aldığım şokoladlar da ən çox Alyonkadır. Sütlü şokoladlarıdır. Bir də ağ şokolad istəyəndilər. Bu vazdushni. Və daha nə aldım? Kakao 2 paket. Bu kakao da yaxşı çıxdığı üçün sizə göstərirəm. Çox kiçik 25 qramlıq paketdir Kentonun. Amma dadı çox dadlıdır, gözəldir, yəni keyfiyyəti. Qarşınıza çıxsa, alıb işlətməyə şirniyyatlarda tünd dad və rəng verir. Bura tortu nətədir? Очень красиво. А мне тоже. Hə, banon da 2 uzun. Bu da qaqaşın da İlyasın piyat tortudur 5 aldığı üçün. Pitiorşnik, o əlaçı olduğu üçün pitiorşnik. Hə, atlisnik. İndisliyə düşük qod. Bunu da səhər pişirmişəm pervi klassı qutu aldığın üçün. А, первый L. Очень нравится. Bilmirəm. Yəqin kiminçidirsə başdan onu vurdular. Qalıcı da ayrılar onu da qarışır. Спасибо. Həm də kiminçidirsə onu başa vururlar. Qumra, növbəti il kim pitiorşnik olsa ona tort pişirəsiyəm. Я Söz versən, kim əlaç olsa növbəti il. Çünki tortu 1-ci sinifi qutaranda bişirirlər. Bir də 11-i qutaranda. Mən də sən boyda olanda mamama raduqa tortu pişirmişdi bundan. Amma belə bişirməmişdi, üstünü belə kremləmişdi, kremi rəng eləmişdi. Mən də sənə bişirdim ki, sən də xoşa gəlsin, sevinəsən. Да, я люблю такие. А как ты их вообще сделала? Как ты ее вообще сделала? Banuşla eləmişəm. Təşəkkür et Banuşla Пока mamasına. меня не было? Это тоже? Hə. Я знаю. Qumral qalibomdadır. Hə. Sonra çəkərəm videoya baxarlar. İndi mən bunu çəkdim ki, bu arasından çəsək ki, bu aşmasın bu qumral. Не знаю. Анна, а может быть... Нет. Ortadan mı порезать? Ortadan kəsmək lazımdır ki, simmetrik olsun. Burası kəsin, burası aşağıdır. Çox nə olur? Ты довольна, Доша? Мам, нет, ну хотела. Берем, делаем так, и дальше два кусочка кому. А я довольна собой. Аккуратнее, мам. Как с собой. Подожди. Новое задание. Как порезать торт радугу? Смотрите и учитесь. Ой, извини. Как думаете? Напишите в комментариях, радуга сейчас упадет, да или нет? Я думаю, нет. Я думаю, ничего себе. Это для меня первый кусок? Ой, и смайлик. Смайлик. Bu şokoladlı. Baxın, tortumuzu kəsdim. А можно мне вот это? Нет, не
Yok, tort yemeğinde zefir yoktu. Ben bir tort da koyayım. Uğra. Şokoladını. Absurdat elədiləri, gəlsin, gəlməsin. Это. Надо близко. Амир. Amir, ha. Adli Amir, kıstati. Папа. Так можно начать. Что ты так красиво? И я тебе. Зачем мне тебе? Bu da Asma- bisikletimiz. Мама, а смайлик вообще надо есть? Sizə Qumralın məktəbdən verilən şəkil albomunu göstərmək istəyirəm. Qumral bağçanın qutalarında bağçadan belə vinitka hazırlaya bilmədilər. Karantin olduğu üçün icazə olmadı, yığılıb şəkil çəkdirsinlər. Ona görə valideynlər qərara gəldi ki, 1-ci sinif üçün vinitka hazırlasınlar. Albom yadigar olsun uşaqlara, bir də 4-də hazırlayarlar. Qumralın öz şəklini qurublar. Mən sizə ideya olsun deyə göstərirəm. Həm də bu albomun quruluşu, forması çox xoşumuza gəldi. Sizinlə də paylaşmaq istədim. Baxın, belə bir dənə bütöv qoyublar şəklini Qumralın. Bunu qramota kimi veriblər. Yəni ki, məktəb dövründə, dərs dövründə Qumrala dərslərini hazırlaşdığı. Bu da şəkilləri özümüz seçmişik. Bir neçə formada şəkillər. Hansını istəsəniz onu seçirsiniz. Yadigar olaraq 1-ci sinifdə. Eyni şəkildən belə 4 ölçüdə veriblər. Yadigar olsun. Yəqin ki, kəsib istədiyimiz kimi düz qoş eləyə bilərik. Məktəbin şəklini vurublar. İlk öz oxuduqları məktəbin sinifləridir. Adı, soyadıdır. Orada da öz şəkillərindən istifadə ediblər. Mən sizə əsas maraqlı yerlərini göstərim. Sinif rəhbərləridir. İrina Yegorovna. Belə mehriban görünür, səmimi, xoş görünür. Amma o qədər də disiplinli müəllimdir. Sinifdə disiplin qurmağı bacarıb. Kollektiv sinifləridir. Qumral buradadır. Buradadır. A hərfi ilə başlayır deyə soyadımız. Həmişə uşaqlar jurnalda birinci gedirlər. Bu uşaqlar heç. Qumral olan yerlərə baxaq. Kollektiv şəkil çəkdiriblər. Sinifdə 30 uşaqdılar deyə hissə-hissə şəkillər çəkdiriblər ki, hamısı yaxından yaxşı düşsün. Bu da Qumraldır. Bu şəkildə. Bunu da müəllimlə kollektiv çəkdiriblər. Qumral buradadır. Burada var Qumral. Yenə kollektivdir bir qismdir. Burada digər qismdir kollektiv. Belə şəkil var. Qumral da burada. Kəndir dartırlar. Maraqlı düzəldiblər. Elə bilir ki, burada qızlar, burada oğlanlar yarışırlar. Qəşəng düzəldiblər. Jurnal albom çox xoşumuza gəldi. Belə bu Qumralın. Bunu da İlyasa veriblər. Olimpiyadalarda məktəb dövründə iştirak elədiyi üçün diplom prizyor. Fəal olduğu üçün dərs dövründə sinifdə müəllim tərəfindən mükafatlandırılıb. Bu da var. Sertifikat. Bu da onlayn olimpiyada idi. Həm riyaziyyatdan, həm də rus dilindən var idi. Bu da fizika olimpiyadası var idi riyaziyyatdan. Bu da İlyasınçılar. Sizlə paylaşmaq istədim. Deməli dostlar, keçən günün vlogunu izlədiniz. Bugün isə ayın 23-dür, mayın 23-ü. Bu da deməkdir ki, bizim sizinlə birlikdə başladığımız bu kanalın 1 yaşı tamam olur. Bugün bizim 1 yaşımız tamam olur. YouTube Banu Əyləncəli vlog kanalının. Mən bugün sizlə 2 dənə tort paylaşdım. Uşaqlarım üçün hazırladığım. Bir də istəyirdim ki, kanalımızın 1 yaşı münasibətilə YouTube üçün bir tort pişirib paylaşırım. Amma bir günə çox tort, həm də bir nüans da var ki, necə ki, mənim bu vloglarım ərsəyə gəlməsində ailə üzvlərimin dəstəyi var. Həmçinin bununla bərabər rəfiqələrimin də dəstəyi var. Onları unuta bilmərəm.
Cincerdə karantindən çıxsınlar. Ən başda Rəşidə, Aygün olmaqla bir top pişirib sizlə kəsib paylaşaram və digər rəfiqələrim hər birinə bu vaxta kimi göstərdikləri hörmət üçün, mənim vloqlarımda iştirak etdikləri üçün, sizlə mənlə bir yerdə, yəni bu anları paylaşdıqları üçün, yaşadıqları üçün təşəkkür edirəm. Yeganədir, Elnarədir, Rəvanədir, Əsmərdir, Aygün xaladır, nə qədər sayım, Əfruzdur, əsas gözəllərdən biri də. Heç birini unuda bilmərəm, hamısına təşəkkür edirəm və sizə, əziz, dəyərli izləyicilərimə bu vaxta kimi yazdığınız gözəl sözlər, şərhləriniz üçün böyük əksəriyyətinə cavab verməyə çalışmışam, amma oxumadığım şərh yoxdur. Hamısını oxumuşam, sevə-sevə. Hamınıza minnətdaram. Məni biraz da həvəsləndirirsiniz. Gözəl sözlərinizlə, sizin sayənizdə vlog çəkməyə həvəsim, marağım gündən-günə artır. Nə yaxşı ki, varsınız. Sizi kimi gözəl izləyicilərim var. Bir yaşımız münasibəti ilə siz də bizi təbrik edəcəksiniz, bilirəm. İndidən, əvvəlcədən minnətdaram, təşəkkür edirəm və bir də xahiş edirəm ki, bizim videomuzu like edin, bəyən işarəsinə basın. Bir də bu vlogu kanala yaxınlarınızla, istər WhatsApp-da, istər başqa sosial şəbəkələrdə paylaşa bilərsiniz. Çox böyük dəstəyiniz olar, kanalımızın böyüməsinə yardım etmiş olarsınız. Sağ olun ki, izləyirsiniz. Təşəkkür edirəm. Mən də həmişə sizin bütün fikirlərinizi nəzərə alıram. İstəyirəm ki, çəkdiyim vloqlar sizin istəklərinizə uyğun olsun. İstər reseptlər, istər gəzinti yerləri, ailəmlə, uşaqlarımla keçirdiyim vaxtlar, bütün həyatımın incəliklərini sizlə bölüşürəm və bundan da çox məmnunam. Var olasınız, sağ olasınız. İlk günün 23 mayda paylaşdığım ilk vloqdan və sonraçılardan bir neçə fragmentlə vloqumuza davam edək. Sizi izləyən hər kəsi salamlayırıq. Bugündən etibarən yeni bir kanal açmışıq və bu kanalda uşaqlarımla bir yerdə, mələklərimlə bir yerdə. Salam hər kəsə. Biz bugün qızlarımızla pizza yığacağıq. Hər kəsə salamlar. Привет! Привет! Biz bugün kızlarımla bir yerde şokoladlı tort hazırlayacağız. Uşaqların hamının sevdiği şokoladlı tort. Мы сегодня будем готовить шоколадный торт вместе. И сanamusta. Keçək hazırlamağa. Salam uşaqlar. Всем привет! Görürsünüz ki, bugün ətrafımızda Рамазан, все смотрите сюда. Этот Никита. Kenan, смотри сюда. Фидан, иди стань там, стань. Рамазан, все смотрите сюда. video beğenin. Sağ olun, sağlıkla kalın. Hələlik. Hadi. Hadi. Hadi.